Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər. Bildiyimizə görə bugün 10 may 2026-cı ildə OTK tərəfindən növbəti blok imtahanı təşkil olundu. Sizin də ekranda gördüyünüz suallar 11-ci siniflər üçün nəzərdə tutulan biologiya suallarıdır. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Suallara izah verməmişdən əvvəl siz də artıq bilirsiniz ki, bu OTK suallarının cavabı hələ elan olunmayıb. Lakin sizlərə dəstək və kömək məqsədi ilə mən suallara aydınlıq gətirmək istəyirəm. Sabah, yaxud da ki 2 gündən sonra tam cavablar çıxdıqdan sonra siz tamamilə cavabları yoxlaya bilərsiniz. Onu da vurğulayım ki, hər hansı bir diqqətsizliyim olarsa, hər birinizin fikri mənim üçün önəmlidir. Buyurub şərh bölməsində öz cavablarınızı, yaxud suallara fərqli tip yanaşırsınızsa, öz fikirlərinizi yaza bilərsiniz. Gəlin elə birinci sualdan başlayaq. Ən çox növ müxtəlifliyinə malik olan aləmin nümayəndələri ilk dəfə quruya çıxdığı dövr. Ən çox növ müxtəlifliyinə malik olan aləm heyvanlar aləmidir. Onların quruya çıxdığı dövr nə vaxtdır? Onların quruya çıxdığı dövr heyvanların quruya çıxdığı dövrü nəzərdə tutur. Düşünürəm ki, bu silur dövrüdür. Çünki buğmayaqlılar, əqrəblər, molluskalar məhz silurda demək quruya çıxdı. Onurğasızlar daha əvvəl quruya çıxdılar. Ona görə silurla bağlı olan bir fikri yazaq. İlk bitki toxmaları yarandı. Düşünürəm ki, bu deyil. İlk bitki toxmaları daha sonra, silurdan daha sonra meydana çıxdı. Pəncəcgəçli balıqlar isə qurbağalar yarandığı dövrdə mən ilk quruya çıxan heyvanı onurğasızlarla əlaqələndirirəm. Düşünürəm ki, burada bu cavablar olmayacaq. Toxumlu qıcılar yox oldu. Toxumlu qıcıların yox olması triasdaydı, daha sonraki dövrlərdədir. Amma plaunların ot və ağac şəkilli formalarını silurla əlaqələndirə bilərəm. Dollinin genləri, Dolly bir qoyundur, onların geni somatik hüceyrəsinin götürüldüyü qoyunun genləri ilə oxşardı. Biz bilirik ki, Dolly klonlaşdırma nəticəsində alınmış heyvandır. Bu zaman 3 müxtəlif heyvan götürülür, somatik hüceyrəsinin nüvəsi götürülən, surroqat ana və yumurta hüceyrəsi götürülən bir canlı götürülür. Və Dolly somatik hüceyrəsinin nüvəsi götürülən heyvanla tamamilə eyni olur. Yəni, A bəndi doğrudur. Gəlin digər bəndlərə baxaq. Yaşı yumurta hüceyrəsinin götürülmüş qoyunun yaşı ilə eynidir. Dolly yumurta hüceyrə götürülən qoyunla oxşar olmayacaq. Genotipi yumurta hüceyrəsi götürülən qoyunun genotipi ilə eynidir. Yenə vurğulayıram ki, genotipi, bütün xüsusiyyətləri somatik hüceyrəsinin nüvəsi götürülən heyvanla eynidir. Yaşı daşıyıcı ananın yaşı ilə eynidir, doğru deyil. Somatik hüceyrəsi götürülən, genləri onu dünyaya gətirən orqanizmin, yəni surroqat ananın genləri ilə eynidir. Daha dolğun cavab A bəndində olduğunu düşünürəm. İnsanda yastı sümüklə uzun borlu sümüklər arasında yaransın. Nə oynaq yaransın da? Yastı sümüklə borlu sümük arasında yaranır. Barmaq falanqaları qısa sümüklərdir. Burada nə uzun sümüklər yoxdur, nə də yastı sümüklər. Alt çənə və gicgah. Alt çənə olsun, gicgah sümükləri də yastı sümüklərdir. Alt çənə sözsüz ki, burada borlu sümük yoxdur. Ənsə və boyun fəqərələri, ənsə yastıdır, boyun fəqərələri qarışıq sümüklərdir. Amma bud və çanaq oynağı, bəli, çanaq yastı sümükdür və bud sümüyü isə borlu sümükdür. Beləliklə, sualın şərti ödəndi. Yastı sümüklə uzun borlu sümük arasında yaranan bir oynaqdır. Mitozun sitokinez baş verdiyi fazasında deyir. Mitozun sitokinez baş verən fazası, yəni hüceyrənin bölünməsi əsasən telefazada baş verir və telefazada nə baş verər? Gəlin baxaq. Bölünmə vətərləri itir, doğru cavabdır. Gəlin digər bəndlərə. Ekvatorial metafaza lövhəsi yaranır. Bu metafaza mərhələsindədir. Nüvə pərdəsi itir, profaza mərhələsindədir. Xromosomların qısalması davam edir. Düşünürəm ki, profaza mərhələsindədir. Tək xromatitli xromosomlar qütbə çəkilir. Bu isə anafaza mərhələsindədir. Sitokinez telefazada olduğuna görə biz telefazaya aid A bəndini götürdük. Dünya okeanında bitkilərin biokütləsi digər canlıların biokütləsindən azdır. İstər su biokütləsi olsun,
İstər quru biokütləsi olsun, orada bitkilərin biokütləsi həmişə çoxdur. Burada isə cavabda azdır deyir. Canlılar bərabər sıxlıqda paylanmışdır fikri səhvdir. Yer kürəsində gedən fotosintezin 3/2 hissəsi baş verir səhvdir. Çünki yer kürəsində gedən fotosintezin 1/3-i suda, 3/2-si isə quruda gedir. Üst qatlarında minerallaşma prosesi intensiv gedir səhvdir. Dünya okeanında, ümumiyyətlə suda minerallaşma suyun dibində daha çox gedir, nəinki üst qatlarında. Günəş enerjisinin %4% istifadə olunur, bəli. Dünya okeanındakı yosunlardır. Yosunlar da günəş enerjisinin 1%-dən də az, yəni %4%-ni istifadə edir. İlk öncə onu vurğulamaq istəyirəm ki, bu bizim şagirdlərdən birinin sual kitabçasıdır. Biz onu PDF formatına çevirmişik. Onun üzərində işləmələr var. İnşallah bu qüsuru bizə siz bağışlayarsınız. 6-cı suala keçirik. Xaçlı hörümçək əqrəbdən fərqli olaraq malikdir. Deməli, mən xaçlı hörümçəyin əqrəbdən fərqli xüsusiyyətini söyləməliyəm. Tor vəzlərinə, bəli, mən bunu götürə bilərəm. Çünki hörümçəyin əqrəbdən fərqini yazmalıyam. Hörümçək tor vəzlərinə malikdir, əqrəbdə isə yoxdur. B bəndini götürə bilərəmmi? İti uclu neştər. Bu bənd xaçlı hörümçəkdə iti uclu neştər yoxdur, amma əqrəbdə var. Sualı dəyişib, əqrəbin xaçlı hörümçəkdən fərqini yazsaydı, mən B bəndini götürərdim. Traxeya hər ikisində, kitab şəkilli ağciyərlər hər ikisində, zəhər vəzləri isə hər ikisindədir. Sadəcə hörümçəklərdə zəhər vəzləri ağızda, xelisirlər, əqrəbdə isə qarıncığın sonundadır. Bu tipli 7-ci sualı biz dim suallarından bizə tanışdı. Gəlin baxaq. Bizə spiragira yosunu verib, konjugasiyada yaranan ziqotların sayını bilmirik, amma yaranan sporlarda xromosom dəsti 40-dir. Biz bilirik ki, bir ziqotdan 4 qədər spor yaranır. Deməli, 40 dənə spor yaranıbsa və mənim ziqot sayım 10-dur. 10 ziqot yaranır, 40 da fərd. Lakin əmələ gələn fərdlərin sayı bunların 3də biri sağ qalır. Yəni 4-dən biri, üzr istəyirəm, 4də biri sağ qalır, 4də 3-ü isə məhv olur. Deməli, 40 fərd əmələ gəlməsinə baxmayaraq, cəmi 10 fərd sağ qalacaq. X və Y-i cəmlə 20 bəndi doğrudur. Onurğa sütunun hansı şöbəsindən simpatik sinirlər başlanğıc almır? Beləliklə biz bilirik ki, onurğa sütununun döş və bel şöbəsindən simpatik sinirlər başlanğıc alır. Ona görə harda döş və bel var, mən o bəndləri silirəm. Baxın, artıq cavab mənim üçün bəlli oldu. Boyun və oma şöbəsindən də parasimpatik sinirlər çıxır. Klinik tətbiq üçün yaralı antibiotik Alexander Fleming hansı göbələkdən almışdır? Yəni Fleming pensilini hansı göbələkdən almışdır deyir antibiotik üçün. Bəli, pensilin göbələyi C bəndində bizə verilib. Palıd bitkisi haqqında düzgün olmayan ifadəni müəyyən edin. Palıdda növbəli düzülüşdür, yadımıza salaq. Zoğunda yarpaqların sayı ayaların sayına bərabərdir. Doğru fikirdir, biz səhv axtarırıq. Özək qatı bərkdir, doğru fikirdir. Külək vasitəsilə tozlanır, doğru fikirdir. Yarpaqları torvari damarlanır, doğru fikirdir. Ən enli qatı törədici toxumadan təşkil olunub. Palıd qalın oduncağa malik olan, oduncağı qalın olan bir bitkidir. Kambi qatı ən qalın qatdır demək olmaz. Oduncaq qatı ən qalın qatı desə daha doğru olar. 11-ci suala baxırıq. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən eləyin. Mənim üçün nümunə olaraq dağ laləsi və kələm verir. Dağ laləsi və kələm verir və uyğunlaşdıracağım. Yumurtacığında birdən çox yumurtacıq olur. Bu fikir hər ikisinə aiddir. Çünki həm kələm buynuz meyvədir, dağ laləsi qutucuq meyvədir. Yəni, bir fikrini mən ortaya yazıram. Çiçəkləri qrup halında yerləşir, sən bunu kələm haqqında deyə bilərsən. Çünki sadə salxımdır. Dağ laləsində isə cəmi bir çiçək var, orada qrup şəklində yoxdur. 2-ni mən kələmə yazıram. Çiçək yanlığı eyni cür yarpaqcıqdan təşkil olunub. Bunu dağ laləsi haqqında yazıram. Çiçəkləri tək-tək yerləşir. Yenə dağ laləsi çiçək qrup əmələ gətirmir. 2 qat çiçək yanlığına malikdir. Mən kələm üçün qeyd eləyirəm və meyvə yanlığı açılandır. Hər ikisi üçün qeyd eləyə bilərəm. Beləliklə 1-ə 3, 4, 2-yə 2, 5. Baxın, C bəndində bizə belə bir seçənək verilib.
Çiyin qurşağında olan sümüklərin sayı, çöl göyərçinində çiyin qurşağında 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü var. Abituriyent də doğru yazıb 6-dır. Ev itinin çiyin qurşağında isə 2 sümük var. Beləliklə, A üstə gələk B-nin cəmi sizə nə verər? Baxaq görək nə verər? 8 cavabı hardadır? Və qurbağanın ön ətrafında olan barmaqların sayına, bəli, qurbağanın ön ətrafında olan barmaqların sayı 8-ə bərabərdir. Ona görə elə biz A bəndi olaraq götürə bilərik. Yenə baxaq, digərlərinə də baxaq. Məsələn, zolaqlı kərtənkələnin ön ətrafında olan barmaq sayı 10-dur. Zürafənin boyun fəqərələri 7-dir. Qurbağanın onurğasında olan fəqərələrin sayı bilirik ki, bir boyun, gövdə 7, oma 1, quyruq 1, 10-dur. Əksər quşların caynaqlı barmaqlarının sayı isə, demək, arxa tərəfləri nəzərdə tutur. Bu da 4-dür. Şəkildəki canlının hüceyrəsində rast gəlinməyən hərəkət orqanoidi hidradır. Hidrada yalançı ayaq var. Hidrada qamçı var həzm hüceyrəsində. Hidrada miofibril var. Demək, hidrada olmayan kirpiklərdir. Və kirpiyə malik olan heyvan istəyirsə, infizor tərlik olaraq seçə bilərəm. Demək, 14-cü suala baxaq. Badımcan çiçəklər haqqında soruşur bizdən. Gövdə və demək, yarpaqları adətən vəzli tükcüklərlə örtülüdür. Bəli, badımcan çiçəklər fəsiləsində hətta o vəzlər alkaloidli adlı dərman alınmasında da istifadə edirdilər. O vəzlərdən alınan maddələrdən. Çiçək yanlığının bütün struktur elementləri bitişikdir. Dişiciyə biz mötərizə qoymurduq. Ona görə düşünürəm ki, 2 bəndində biraz düşünərik. Hələ seçənək eləyək. Ən iri ləçəkləri yelkəndir və 3 bəndini mən seçməyəcəm. Yumurtalığında adətən yumurtacıq olur. 4 bəndini də seçməyəcəm. Öz-özünə tozlanan nümayəndələri yoxdur. Məsələn, kartof götürsəz, kartof adətən öz-özünə tozlanır. Ona görə öz-özünə tozlanan nümayəndələri yoxdur. Mən fikrini götürmürəm, kartofu nəzərə alsam. Əksər nümayəndələri ot və ya kol şəkillidir, bəli. Ot şəkilli nümayəndələri daha çoxdur. 1 olsun, demək, harda 3 olsun, 4 və 5 olmasın, 3, 4, bu bəndləri silirəm və 2 bəndini götürüm. Çiçək yanlığının bütün struktur elementləri bitişikdir, qəbul edeyim. 1, 2, 6 bəndi mənə daha məqsədə uyğun göründü. Yetkin insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin maksimal sayını müəyyən edin. Öz diş növü ilə qonşu olan istəyirsə, üstdə və altda 4 kəsici, 4 də aşağıda, 4 də yuxarıda. Lakin siz onların yalnız ortadakıları götürəcəksiniz. Çünki hər iki tərəfdən diş növü ilə qonşu olsun. Deməli, 2 kəsicini yuxarıda götürürəm, 2 kəsicini aşağıda götürürəm. Və mən nə köpək dişlərindən, nə də kiçik yazı dişlərindən seçənək etmirəm. Çünki köpək dişləri zaten öz diş növü ilə qonşu deyil və kiçik yazıda bir tərəfdən öz diş növü, hər iki tərəfdən sözünü ifadə eləyə bilmirəm. Və gəlirəm böyük yazı dişlərinə. Böyük yazı dişlərinin 3 dənədir. Ortadakı dişi, bəli, götürə bilərəm ki, hər iki tərəfdən diş növü ilə qonşudur. Bir də sonuncu azı dişi bir tərəfdən boşdur, bir tərəfdən öz diş növü ilə qonşudur. Deməli, yalnız öz diş növü ilə qonşu olur da, doğrudanmı? Yalnız öz diş növü ilə qonşu olur. Ağıl dişlərini nəzərdə tuturam. Onun başqa dişləri olmur axı. Demək, 4 dənə kəsicidən seçənək eləyirəm. Və böyük yazı dişlərindən hər tərəfdən 2-2 götürürəm. 2 yuxarıda, 2 aşağıda və 8 dənə də böyük yazı dişi götürürəm. Düşünürəm ki, burada cavab 12-dir. 16-cı sual mənim marağıma səbəb olub, sevərək baxdım, düşündüm, düşündürücü sual idi. Gəlin birlikdə baxaq. 33,5 nə üçün mənim marağıma səbəb oldu? Çünki adətən biz qadının yaşı olsun, biz tam rəqəm götürürdük. Bu dəfə bizə yarım, yəni onluq kəsir şəklində verib olsun. Gəlin baxaq, bu cür məsələləri necə həll edək, onluq kəsir olan məsələləri. 33,5 yaşı yenicə tamam olan qadın 2 müxtəlif yaşlı uşağı var. Və qadın orqanizmində maksimum neçə yumurta hüceyrə əmələ gələr. Gəlin baxaq. Tutaq ki, mən 0,5-i kənara qoyuram. Yəni 6 ayı, baxın, mən 6 ayı sadəcə kənara qoyuram. Tam rəqəmlə işləmək məqsədi ilə sonradan yeni onu əlavə eləyəcəm. Tutaq ki, qadının 33 yaşı var.
Və deyir ki, bu qadın maksimum nə qədər yumurta hücrə hazırlayar? Biz də bilirik ki, qadın 10-12 yaşdan yumurta hücrə hazırlayır. Mən ona görə 10 çıxım ki, daha böyük yumurta hücrə hazırlasın bu qadın. Və bəlli oldu ki, qadın 23 ildir neynir? Yumurta hücrə hazırlayır. Bu kənardakı rəqəmləri icazənizlə mən silim, bir-birinə qarışmasın. 23 ildir bu qadın yumurta hücrə hazırlayır. Yaxşı, hazırladı. İlə də 13 yumurta hücrə hazırlayarmı? 13-ə vuraram. Gəlin, baxaq görək. 23-ü mən 13-ə vuranda neçə almış olaram? Beləliklə, 23-ü 13-ə vuraramsa, mən 299 cavabı alıram. 299 cavabı almış oldum. Əgər qadın hamilə olmasaydı, o 299 dənə yumurta hücrə yetişdirərdi. Lakin bu qadın 2 dəfə hamiləlik keçirib və hamiləlik də 9 aydır. İndi baxaq, görək bu 9 ayda qadın neçə yumurta hücrə hazırlayar. Belə bir tənasüb qururam. Burada ağ yer olduğuna görə, çox olduğuna görə düşünürəm ki, bura yaxşı. Bax, 12 aya mən 13 yumurta hücrə hazırlayıramsa, 9 aya neçə yumurta hücrə hazırlayaram? Bu tənasüblə mən fikirləşirəm ki, tənasübün mənə verdiyi rəqəm 10-dur. Yəni 9 aya qadın 10 yumurta hücrə hazırlayır. 2 dəfə də hamiləlik keçirdiyinə görə 299-dan mən 20 çıxıram. Və mənim üçün 279 cavabı alındı. 279 yumurta hücrə hazırlayıb qadın. Amma yadınızdadır, bu 6 ayı biz kənara qoymuşduq ki, 6 ay kənarda dursun, 0.5-i də. Beləliklə 6 aya da mən 7 yumurta hücrəni nəzərdə tutum. 279-un da üzərinə 7 gələrəmsə, o 6 ayda da 7 yumurta hücrəni hazırladığını nəzərə alsam, bu qadın bu yaşında 286 yumurta hücrə hazırlamış oldu. Sadə dildə izah verməyə çalışdım. İnşallah anlaşılan bir şəkildə izah oldu. Gəlin bir qədər təmizlik işləri aparaq ki, zəncir otu ilə bağlı suallara baxaq. Beləliklə keçirik sualımıza. Adi zəncir otu sayının azalmasına səbəb olan amillərdən növdaxili mübarizə. Baxın, abituriyent növdaxili mübarizəni seçmək üçün onu dairəyə alıb. Bəli, növdaxili olsun. Bu növdaxili mübarizə də zəncir otunun saylarını azaltsın. Toxumları bir çox quşlar qidalanır. Növdaxili mübarizə deyil. Düzdür, zəncir otu azalacaq, lakin növdaxili deyil. Adi zəncir otunun daha hündür formalarının digərinə mane olması. Bu, zəncir otuna aiddir və növdaxilidir. Yenə digər bəndləri oxuyaq. Adi zəncir otu xəstəlik törədən mikroorqanizmlərin təsirindən məhv olur. Burada növlər arasıdır. Toxumların səhrada, qayalarda məhv olur. Ətraf mühit amillərinin təsiri nəzərə alınır, növdaxili nəzərə alınmır. Adi zəncir otu və ot yeyən heyvanlar növlər arası. Demək, B bəndi daha uyğun oldu. Böyrəklərdə ilk sidik və son sidik əmələ gəlir. Harda? Bu da məntiqi sual deyil, yəni əzbərə dayanan sualdır. Bunun üzərində çox izah verməyək. 18-ci sualda əlbəttə ki, qədəhə bənzər kapsulda ilk sidik, qıvrım kanalcıqlarda son sidik əmələ gəlir. Növbəti suala keçək. İnsanın gözün qüzehli qişası, demək, qüzehli qişa ağlı qişanın altında yerləşir, ikinci qişadır və qüzehli qişada gözə pigment olur da, rəng verir. Ağlı qişanın öndən davamıdırmı? Xeyli, buynuz qişadır. Damarlı qişanın altında mı yerləşir? Xeyr, damarlı qişanın öndən davamıdır, altında yerləşmir. Billuru hər tərəfdən əhatə eləyir. Bu sözü siz kirpikli cisim haqqında deyə bilərsiniz. Gözün köməkçi aparatıdırmı? Yox. Albinizm xəstəliyində insanların gözündə pigment olmadığına görə qırmızımtıl rəngdə, yəni altdakı damarların rəngi güzehli qişaya təsir eləyir. B bəndi doğrudur. 20-ci sual. Ateif heyvan hüceyrəsinin, baxın, heyvan hüceyrəsinin hansı orqanoidində sintez olunur? Sözsüz ki, mitoxondridə. Kalmar haqqında doğru ifadəni müəyyən eləyin. Sözün düzü düşünürəm ki, mənim bəlkə də diqqətsizlik elədiyim suallardan biri, yəni doğru yanaşmadığım suallardan biri 21 ola bilər. Sizin də fikirləriniz mənim üçün dəyərlidir. Gəlin, fikirlərinizi yazaq. Mən öz fikrimi izah eləyim. Baxaq, bentoz orqanizmdir fikrini hələlik kənara qoyuram. Qanında hemosiyanin zülalı var. Düşünürəm ki, bu həşəratlar üçün doğrudur və əgər qan oksigen daşımırsa, hemosiyanin zülalı var. Mən bu cür düşünürəm və düşünürəm ki, kalmarın qanı oksigen daşıyır və o hemosiyanin zülalına ehtiyac duymur.
Bədəni gövdə və ayaqdan ibarətdir. Əslində bu heyvanların bədəni baş və gövdədən ibarətdir. Yəni başı var, orada hətta gözləri də var, billur da var. Yəni gövdə və ayaq sözünü işlətmirik. Düzdür, bədən iki hissədən ibarətdir. Baş və gövdə ayaqlardan bu sözü işlədirik. Hətta sinifin adı başayaqlılardır. Yəni bu heyvanda baş var. Bədəni iki tərəfli çanaqla əhatə olunub, hermafroditdir. Bax bu bəndləri mən çıxdım. Bentos orqanizmli fikrini niyə seçirəm? Düşünürəm ki, məsələn, heyvanlar haqqında olan videolarda da gedir suyun dibində, qayaların dibinə çökür və o rəng alır. Bu səbəbdən də mən düşünürəm ki, burada cavab A bəndi olar. Sizin də fikirləriniz mənim üçün maraqlıdır. Buyurun. Bəlkə siz B düşünürsünüz. Buyurub fikirlərinizi bildirə bilərsiniz. Valideynin genotipi diheterozigotdur. Böyük A, kiçik A, böyük B, kiçik B. Və ikinci dişinin homozigotdur. Baxaq, homozigotdur və mavi gözlü solaxaydır. Diheterozigotu qara gözlü sağaxay götürürsənsə, onda mavi gözlü solaxayı kiçik A-lar, kiçik B-lər götürürük. Baxın, analiz edici çarpazlaşmadır. Valideynin genotipinə malik uşaqların doğulma ehtimalı neçədir? Bu analiz edici çarpazlaşmalı biz artıq əzbər bilirik. Burada 1 bölək 1 bölünsün, 1 bölünsün, 1 alınır. Valideyni oxşar kənardakılardır, ortadakılar isə valideyndən fərqlidir. Ona görə bu ikisini götürürəmsə, mən 50% olaraq qeyd eləyə bilərəm. Növbəti suala baxaq, 23-də. İnsan təkamül sxeminə əsasən doğru ifadələri müəyyən edin. Əvvəlcə, parapteklər diriopteklərə başlanğıc verib. X paraptekdir. Diriopteklər isə avstralopteklərə başlanğıc verib, avstralopteklər isə bacarıqlı insana. X3 şaxəyə başlanğıc verib fikri doğrudurmu? Bəli. Hippon, orangutan, dirioptek. Beləliklə X3 şaxəyə başlanğıc verib fikri doğrudur. Çanağın geniş olması sayəsində dik gəzə bilirdilər. Baxın, diriopteklər tam dik gəzə bilməsələr də ağaca söykənərək, bir qədər ağaca istinad edərək gəzirdilər. 2 mənim üçün müəmmalıdırmı? Dik gəzə tam dik nəzərdə tutur, yoxsa söykənərək gəzməyi də dik ola bilərmi? Neogen dövründə X meydana gəldi. Neogen dövründə X meydana gəlməyib. Paleogen dövründə parapteklər meydana gəlib. İqrikin baş beyinin həcmi müasir insana bənzər meymunlardan kiçik, baş beyin həcmi insana bənzər meymunlara nisbətən daha kiçik olmuşdur. Əslində, İqrik avstraloptekdir və avstralopteklərin beynin həcmi insana bənzər meymunlardan kiçik olmamışdır. Düşünürəm ki, hətta insana bənzər meymunlardan bir qədər böyük də ola bilərdi. Hippon və şimpanzeyə başlanğıc verib. Kim? X. Şimpanze hippona başlanğıc versə də şimpanzeyə başlanğıc verməyib. İqrikin arxa ətrafları daha yaxşı inkişaf etmişdi. Dik gəzirdilər də onlar. Dik gəzsələr də mən düşünürəm ki, çomağa söykənsələr də dik gəzirdilər. Düzdür, tam dik gəzməyiblər. Çıxdaş elədiklərimi nəzərə alsaq, mən yəqin ki, burada 1, 2 və 6 bəndini götürəcəm. Və 24-cü suala baxırıq, kərtənkələ verir. Ürək kameralarının sayı əlbəttə ki 3-dür. Bədəndə dövr edən qan növü 3-dür. Göz qapaqları bir gözdə 3-dür. Ümumi heyvanı verdiyinə görə mən burada 6 götürürəm. 3 üstə gələk, 3 üstə gələk, 6 isə 12 cavabını mənə vermiş oldu. İnsanın hüceyrələrinin xromosom sayının artması ardıcıllığı ilə düzün. Ağ qan hüceyrəsi bədən hüceyrəmizdir 46. Spermatozoid cinsiyyət hüceyrəmizdir 23. Qaraciyər çox nüvəlidir. Nüvələrin sayı neçədənədirsə, 5 nüvədirsə 5 vuraq 46. Ona görə mən düşünürəm ki, bu çox nüvəli yazaq. Down sindromlu insan 47. Yetkin eritrositin nüvəsi olmadığına görə yetkin deyir. Deyir ki, yetkin sözünü ona görə vurğulayır ki, içində nüvə götürməyəsiniz. 0. Beləliklə, xromosom sayını artması ilə düzmək istəyirəm. Bəli, 5. Sonra mən 2 götürərəm, 0-dan 23. Sonra götürərəm 46. Sonra götürərəm 47 olan Down'u və ən nəhayət qaraciyər çox nüvəli olduğuna görə 5, 2, 1, 4, 3. Polipeptidləri müəyyən edin. Yəni deyir ki, zülalları müəyyən edin. Tirozin amin turşusudur, zülal deyil. Tripsin, baxın, selluloza yazmır, sellilaza, bəli. Lizosin, bəli. Xolesterin yağa bənzər maddədir. Xitin mürəkkəb karbohidratdır. Beləliklə 2, 3 və 4 bəndlərini seçmiş olduq. Növbəti suala keçək.
Baxaq 27-ci sualda bizə nə istəyir? Deyir ki, sidik hissəsi var və sidik axarları kloakaya açılır. Sidik hissəsi var və sidik axarları kloakaya açılan bir heyvan olsun. D bəndi olaraq doğru götürmək olar. Həm sidik hissəsi var, həm də sidik axarları kloakaya açılır. Sonra və burada onu da nəzərə alın, bütün heyvanların inkişafı düzünü olmalıdır. Düzdürmü? Ona görə ağac qurbağası bəndi heç birinə getməyəcək. İstəyirsiniz 1 götürün, 2 götürün, 3 götürün. Bu inkişaf düzünü olduğuna görə qurbağa heç birinə uyğun gəlmir. Və deyir 2-də deyir ki, ürəyi 4 kameraldır və sidik hissəsi var. Sözsüz ki, bura hepard, yəni məməli heyvan yazacağıq. Ürəyi 4 kameraldır, sidik axarları kloakaya açılır və zağca ilə tetra quş olduğuna görə B və Y bəndlərini də 3-ə aid eləyəcəksiniz. Çox gözəl bir situasiya sualıdır, məntiqi sualdır. 4-cü qrupa gedən abituriyentlərin şəkil üzrə işləmək qabiliyyətini daha da artırır. Buyurun, baxın, şəkildə sizə insan ürəyi verir, onun damarları təsvir olunur, rəqəmlərlə qan damarları, burada rəqəmlərlə qan damarlarını verirəm deyir və kiçik hərflərlə ürəyin kameralarını verirəm deyir. Kiçik hərflərlə də ürəyin kameralarını, böyük hərflərlə də qapaqları işarələyirəm deyir. Biz şəkilə baxdıq. İndi suala keçək, görək bizdən nə istəyir? Beləliklə deyir ki, bir orqanından, yəni qaraciyərdən çıxan eritrosit böyrəyə gələnə qədər ürəyin kameralarından hansı ardıcıllıqla keçər, hərflərin ardıcıllı şəkli də yazın. Deməli, sual yadımdadır, düzdürmü? Şəkili görmək üçün mən şəkil üzərində seçənək eləyəcəm. Qaraciyərdən çıxan bir damar, hərflə işarə eləyəcəm ürək kameralarını. Qaraciyərdən qan çıxdı. Hara gələcək? Aşağı boş venaya. Deməli, mən 4 götürəcəm. Baxın, aşağı boş venaya. Ürəyin kameralarını da istəyir, eləmi? Bax, ürəyin kamerası A-dır. Sağ qulaqcıq. B, burada sağ mədəcik. Aha. Sonra 7 damarı ilə 7-8 damarları gələcək. 7 ağciyər kötüydür, 8 ağciyər arteriyasıdır düşünürəm. Ağciyərə gedəcək, oksigenlə zənginləşəcək və gələcək töküləcək 6 və 3 damarlarına. 6 və 3-dən sonra sol qulaqcıq, yəni C və sol mədəcik, yəni D kiçik hərflə və ən nəhayət mən burada bilmirəm, burada abituriyent silib, baxın görürsünüz, aortanı işarələməliyəm. Aorta indi yəqin burada mən düşünürəm ki, 9 rəqəmi əskikdir. Yəqin aortanı burada, baxaq 4 varmı? 1 var, 2 varmı? Yəqin bu rəqəm silinib. Aortanı göstərirsə 2-dirsə 2 qeyd eləyə bilərəm. Bəli. Beləliklə, baxın, ardıcıllığı göstərdim. Yəni, qan qaraciyərdən çıxıb gələcək aşağı boş venaya. Sonra, bəlkə şəkildə diqqətsizliyim var, amma sözlə ifadə eləyirəm. Demək, qaraciyərdən çıxar gələr aşağı boş venaya. Sonra gələr sağ qulaqcıq, sağ mədəcik, sonra ağciyər kötüyü, ağciyər arteriyaları, ağciyər arteriyalarından ağciyər venaları, sol qulaqcıq, sol mədəcik, aorta ilə də böyrəyə gedər. Çalışdım ki, doğru düzüm hərflər və rəqəmləri. Növbəti sualımıza keçək. Kiçik qan dövranına aid olan damarların nömrəsi, adı və axan qanın adını yazaq. İndi kiçik qan dövranına aid olan damarların nömrəsini yaz, adını yaz və içində axan qanı yaz. Yenə şəkil olsun deyə, şəkil görsənsin deyə mən indi bu rəqəmləri silirəm. Artıq kiçik qan dövranına aid olanı seçim. Sırf kiçik qan dövranına istəyirəmsə nə ilə başlayacağam? B ilə başlayacağam. Baxın, niyə B ilə başlayıram? Çünki sağ mədəciklə başlayıram da kiçik qan dövranını. Qan damarlarını istəyir. Ürəyin hissəsini istəmir. Onda damarları istəyirsə 7, 8, sonra 6, 3 damarların nömrəsini, adını yazaq. 7 və 8, burada 7 ağciyər kötüyüdür. Ağciyər kötüyü, 8 ağciyər arteriyasıdır. 6 və 3 ağciyər venalarıdır. Hansı qandır? 7 və 8-də venoz qandır. 6 və 3-də isə arteriyal qandır. Maraqlı sualdır. İndi ürəkdə yerləşən qapaqların sayını istəyir. Ürəkdə yerləşən qapaqların sayı M və N hansı qapaqlardır? Birinci və ikinci fazada onların vəziyyəti nədir? Sadəcə qapaqları istəyir.
Yenə şəkil üzərində işlədiyimə görə mən yenə yazılarımı silirəm. Onsuz da zaten abituriyentin qeydləri yetəri qədərdir. O yüzden mən silim ki, bir qədər heç olmasa səliqəli görsənsin. Qapaqları istəyir. Baxın, M qapaqlarını görürəm mən burada. Bir də N qapaqlarını görürəm. Və qapaqların adını istəyir məndən. M qapaqlar qulaqcıq və mədəcik arasında yerləşdiyinə görə bu taylı qapaqdır. N qapaqları isə, baxın, düşünürəm ki, baxın, damarla mədəciyin arasındadır. Onda onu da aypara qapaqları yazıram. Yazdım, qapaqların adını yazdım. İndi məndən istəyir ki, ürəyin fazasının birinci və ikinci fazasında aypara və taylı qapaqlar necədir? Birinci fazadan başlayaq. Birinci fazada taylı qapaqlar açıq olacaq. İkinci fazada artıq qulaqcıqlar yığılanda taylı qapaq açıq. İkinci fazada mədəcik yığılacaq, bu olacaq qapalı. İndi aypara qapaqlar birinci fazada qapalıdır. Bəs ikinci fazada mədəcik yığılanda aypara qapaqlar açıqdır. Beləliklə, mən sizlərin diqqəti ilə, vaxt ayırmağınızla mən artıq suallara izah verdim. Hər birinizi məni dinlədiyinizə görə, vaxt ayırdığınıza görə təşəkkür edirəm. Hər birinizin fikri mənim üçün dəyərlidir. Suallara fərqli yanaşırsınızsa, fərqli həll yollarınız varsa, buyurun şərh bölməsində fikrinizi bildirin. Sağ olun.